Yeremiya 29-cu fəsil. Sürgün olunanlara məktub. Yeremiya Peyğəmbər sürgündə sağ qalan xalqın ağsaqqallarına, kahinlərə, peyğəmbərlərə və Navuxodonosorun Yerusəlimdən Babilə sürgün elədiyi bütün xalqa Yerusəlimdən bir məktub göndərdi. Məktubun mətni aşağıda verilir. Bu məktub, Padşah Yehoyakinin, onun anasının, saray əyanlarının, Yahuda və Yerusəlim başçılarının, ustaların, sənətkarların Yerusəlimdən sürgünə aparılmasından sonra göndərildi. Onu Yahuda padşahı Sidqiyanın, Babil padşahı Navuxodonosorun yanına göndərdiyi Şafan oğlu Elasa və Xilqi oğlu Gemariya apardı. Belə dedi. Mən İsrailin Allahı olan ordular Rəbbi, Yerusəlimdən Babilə sürgün elədiyim adamlara belə söyləyirəm. Evlər tikib yaşayın, bağçalar salıb meyvələri yiyin, arvad alıb oğul-qız atası olun, oğullarınıza arvad alın, qızlarınızı ərə verin ki, oğul-qızları olsun, orada azalmayıb çoxalın. Sizi sürgün elədiyim şəhərin rifahı üçün çalışın və o şəhər üçün Rəbbə dua eləyin. Çünki ora rifah içində olarsa, siz də rifahda yaşayarsınız. İsrailin Allahı olan ordular Rəbbi belə deyir. Aranızdakı peyğəmbərləriniz və falçılarınız sizi aldatmasın. Gördüyünüz yuxulara əhəmiyyət verməyin. Çünki onlar mənim adımla sizə yalandan peyğəmbərlik eləyir. Onları mən göndərmədim, Rəbb belə bəyan eləyir. Çünki Rəbb belə deyir, Babildə 70 iliniz bitəndə mən sizə yenə baş çəkəcəyəm və sizi buraya qaytaracağım barədə verdiyim xoş sözü yerinə yetirəcəyəm. Çünki sizin barənizdə olan fikirlərimi özüm bilirəm. Rəbb belə bəyan eləyir, mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim. Siz məni çağıracaqsınız, gəlib mənə dua eləyəcəksiniz, mən də sizi eşidəcəyəm. Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsaz tapacaqsınız. Məni tapmağınıza izin verəcəyəm. Rəbb belə bəyan eləyir, sizi sürgündən geri qaytaracağam, sürgün elədiyim bütün yerlərdən və millətlərin arasından toplayacağam. Oradan sizi sürgün olunduğunuz yerə qaytaracağam. Rəbb belə bəyan eləyir. Siz belə dediniz, Rəbb bizə Babildə peyğəmbərlər verib. Davudun taxtında oturan padşah, bu şəhərdə yaşayan bütün xalq, sizlə birgə sürgünə aparılmamış soydaşlarınız barədə Rəbb belə deyir. Bəli, ordular Rəbbi belə deyir. Bax, mən onların üzərinə qılınc, aclıq və vəba göndərəcəyəm. Onları pisliyinə görə yeməyə yararsız olan əzik əncirə döndərəcəyəm. Onları qılınc, aclıq və vəba ilə təqib eləyəcəyəm. Yeryüzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onları qovduğum bütün millətlərin arasında lənət, dəhşət, rişxənd və rüsvayçılıq hədəfi olacaqlar. Rəbb bəyan eləyir. Ona görə ki, sözlərimə qulaq asmadılar. Həmin sözləri qullarım olan peyğəmbərlər vasitəsilə dəfələrlə onlara çatdırdım, ancaq siz qulaq asmadınız. Rəbb belə bəyan eləyir. Buna görə də, ey Yerusəlimdən Babilə göndərdiyim bütün sürgün olunmuş adamlar, Rəbbin sözünü eşidin. Mənim adımdan sizə yalandan peyğəmbərlik eləyən Qolayo oğlu Axav və Maiseyo oğlu Sirgiya barədə İsrailin Allahı olan ordular Rəbbi belə deyir. Bax, mən onları Babil padşahı Navuxodonosora təslim eləyəcəyəm və o, gözlərinizin önündə onları öldürəcək. Onlar barədə Babildəki bütün sürgün olunmuş Yahudalılar bundan sonra Rəbb səni Babil padşahının diri-diri yandırdığı Sirgiya və Axav kimi eləsin deyə lənət eləyəcək. Çünki İsraildə çirkin işlər gördülər, qonşularının arvadları ilə zina elədilər, onlara əmr eləmədiyim halda mənim adımdan yalan sözlər söylədilər. Mən bunu bilirəm və buna şahidəm. Rəbb belə bəyan eləyir. Şemayaya müraciət. Nexəlamlı Şemaya barədə söylə ki, İsrailin Allahı ordular Rəbbi belə deyir. Sən Yerusəlimdə olan başqa xalqa, kahin Maiseyo oğlu Şefanyaya və başqa kahinlərə öz adından məktublar göndərdin. Şefanyaya belə dedin. Rəbb öz məbədinin cavabdehi kimi Yehoyadanın yerinə səni kahin qoydu.
Peyğəmbər kimi davranan hər dəliyə kündə və dəmir yaxa vurmalısan. Bəs nə üçün sizə özünü Peyğəmbər elan eləyən Anatotlu Yeremyanı məzəmmət eləmirsən? Çünki Yeremya biz Babildəkilərə bu xəbəri göndərdi ki, sürgün uzun çəkəcək. Buna görə də evlər tikib, içində yaşayın, bağça salıb, meyvələrini yiyin. Kahin Sefanya bu məktubu Yeremya Peyğəmbərə uca səslə oxudu. Bu vaxt Yeremyaya Rəbbin bu sözü nazil oldu. Bütün sürgün olunmuşlara xəbər göndərib söylə ki, Nexəlamlı Şemaya barədə Rəbb belə deyir. İndi ki, mən göndərmədiyim halda Şemaya Peyğəmbərlik eləyib sizi yalana inandırdı, mən Rəbb də deyirəm ki, Nexəlamlı Şemayanı və onun nəslini cəzalandıracağam. Bu xalqın arasında onun nəslindən olan bir kəs sağ qalmayacaq. Xalqıma eləyəcəyim xeyirxahlığı görməyəcək. Çünki o, xalqı Rəbbə qarşı üsyana təhrik elədi. Rəbb belə bəyan eləyir.